Azərbaycan Respublikasının əhalisi bölməsinə aid olan hesablama xarakterli bu test tapşırığına abituriyentlərin demək olar əksəriyyəti cavab verməkdən imtina edir. Əslində isə test tapşırığı çətin göründüyü qədər bir o qədər də asandır. Test tapşırığının yerinə yetirilməsi üçün ilk növbədə biz əhalinin sayının ümumi artımını, sonra isə təbii artımını tapmalıyıq. Sual yaranır ki, və bəs abituriyentləri çaşdıran nədir? Təbii ki, bizdə sonda orada mexaniki artımı soruşulur. Mexaniki artım dedikdə əhalinin miqrasiyası nəzərdə tutulur. Nəzərə alsaq ki, miqrasiya olduqca geniş anlayışdır və miqrasiya əhalinin bir yerdən digər yerə hərəkət etməsinə deyilir. Sualda isə bizdən əhalinin mexaniki artımını, Gəncə Daşkəsən iqtisadi rayonunda olan mexaniki artımı hesablamağı soruşulur. Yəni, iqtisadi rayonda əhalinin ümumi sayı 1500 nəfər artmışdır. Onun 1222 nəfəri təbii artım hesabına olmuşdur. Onlar arasındakı fərqi müəyyən etməklə biz mexaniki artımı hesablamamış oluruq. Cavab isə A variantı olur.